Ölkəmizin multikulturalizm ənənələrinin formalaşması və Azərbaycan multikulturalizm modelinin yaradılmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri var. Ümumilli lider Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək öz müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çox mədəniyyətli ənənəsini inkişaf etdirdi və keyfiyyətcə yeni mərhələyə qaldırdı. Ulu Öndər multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan bütün xalqların hüquq və azadlıqlarının, o cümlədən etnik mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Müəllim, Azərbaycanda tolerantlıq və multikulturalizm çox dərin köklərə malikdir. Amma siyasi multikulturalizmin yaranması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, tamamilə doğrudur. Əslində bu qənaətə gəlmək üçün 90-cı illərin əvvəllərinə nəzər salmaq yetərlidir. Həm daxildə, həm xaricdə müəyyən qüvvələr Azərbaycanda milli və dini zəmində qarşıdurma yaratmağa çalışırdılar. Yəni onlar düşünürdülər ki, Azərbaycanın güclənməsinin qarşısının alması üçün milli zəmində və dini zəmində mütləq münaqişə yaratmaq lazımdır. Yəni biz bunu Qarabağın nümunəsində artıq görmüşdük. Arxasınca isə artıq digər proseslər başlamışdı. Yəni bir tərəfdən Talış Muğan Respublikası, Sadval təşkilatının fəaliyyəti, kütləvi şəkildə xaricdən gələrək Azərbaycanda müxtəlif dini cəryanları, təlimləri təbliğ etmək və bu da Azərbaycanın gələcəyi ilə bağlı xeyli suallar yaradırdı. Və Ulu Öndər hakimiyyətə gəldi, o ideoloji xətti müəyyənləşdirdi. Onun siyasi müstəvidə fəaliyyəti, hərbi addımları təhlükəsizdir. Amma mən düşünürəm, onun böyüklüyünü göstərən ən əsas məsələlərdən biri ideoloji xəttin düzgün müəyyənləşdirilməsidir. Yəni söhbət ondan gedir ki, dinimiz xalqımızın milli sərvətidir. Yəni biz dinə necə yanaşmalıyıq? Biz bilirik ki, multikulturalizmin bir neçə komponenti var. Onlardan biri dinlə bağlı məsələlərdir, milli məsələdir və o istiqamətdə addımlar artıq atıldı. Yəni dinin yeri, rolu müəyyənləşdi və bir də Azərbaycandakı o xalqlarla bağlı da çox ciddi bir siyasət həyata keçirildi. Yəni milli siyasət həyata keçirildi ki, onlar da özlərini bu gündə məhz həmin siyasət nəticəsində Azərbaycanın bir hissəsi hesab edirlər və Azərbaycançılıq məfkurası altında onların hamısını bir araya gətirdi. Buna heç də dünyanın hər yerində bütün ölkələr nail ola bilməyiblər. Bax o harmoniya, bax o tolerantlıq, bax o multikulturalizm, bax o birgə yaşayışın həmən dövrdə təməli qoyuldu, sonra cənab prezident davam etdirdi və bugün bizim cəmiyyətimiz həmin təməllər üzərində öz gələcəyini qurur və gələcəyə doğru inamla addımlayır. Azərbaycan multikulturalizmi dərin köklərə malikdir. Ulu Öndər Heydər Əliyev bu haqda deyirdi. Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur. Çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Ulu Öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əhalisinin çoxmilli tərkibini ölkənin sərvəti hesab edən Heydər Əliyev, biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq deyərək, bütün sonraki siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətində yönəltdi.
etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən, multikulturalizmin əsas mənəvi bazası olan Azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, Azərbaycançılıq ideologiyası dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu Öndərin dediyi kimi, Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan Ləzgidə, Avarda, Kürddə, Talışda, Udidə, Qumuqda, başqası da bütünlükdə hamısı Azərbaycanlıdır. Əsas olan da məhz budur. Rəva müəllim, multikulturalizm, Azərbaycançılıq ideologiyası ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasında hansı rol oynayıb və bugün müasir Azərbaycan cəmiyyətində onun hansı təsirlərini görürük? Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın banisidir, müasir Azərbaycanı inşa edən siyasi liderdir. Biz açıq şəkildə deyə bilərik ki, Azərbaycandakı tolerantlıq, birgə yaşayış ənənələrini Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik eləyəndə onu siyasi müstəviyə qaldırdı. Və bunu etməyinin bir neçə səbəbi var idi. Birincisi, Heydər Əliyev çox yaxşı bilirdi ki, Azərbaycan çox millətli və çox konfessiyalı bir ölkədir. Burada tarixən tolerantlıq ənənələri hakim olubdur. Burada heç vaxt öz-özgə münasibəti olmayıbdır. Ona görə də dəqiq bir hədəf seçdi. Bu ideoloji hədəfin seçilməsində qarşıda iki məqsəd dururdu. Birinci, Azərbaycan xalqının milli kimliyinin qorunub saxlanılması, xalq olaraq milli birliyə nail olmaq və ikinci isə bilirsiniz ki, dünyada yalnız bu günləri 198 müstəqil dövlət var BMT-nin qeydiyyatında. Bu xalqın dövlətinin olması, bayraqlar arasında onun bayrağının daima dalğalanması. Bunun üçün dəqiq bir ideoloji hədəf seçilməli idi və bu ideoloji hədəfdə multikulturalizm anlayışı siyasi müstəviyə qaldırıldı. Siyasi müstəviyə qaldırdı demək nə deməkdir? Bu o deməkdir ki, həyata keçirdiyi bütün islahatlarda, istər siyasi islahatlar olsun, istər hüquqi islahatlar olsun, istərsə də administrativ islahatlar olsun, hər birində Ulu Öndər nəzərə aldı ki, Azərbaycanda olan dəyərləri, Azərbaycanda olan birgə yaşayış, qarşılıqlı Ulu Öndər nəzərə aldı ki, Azərbaycanda olan dəyərləri, Azərbaycanda olan birgə yaşayış, qarşılıqlı anlayış, bir-birinə sevgi münasibətlərini legitimləşdirmək, möhkəmləndirmək lazımdır. O, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalarda 95-ci ildə müəllifi olduğu Azərbaycan Respublikasının konstitusiyasında və digər bütün hüquqi sənədlərdə bu amili möhkəmləndirdi, əsasını qoydu. Və bugün əslində biz Ulu Öndər məktəbinin ideoloji qoyduğu hədəfin Cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə həyata keçirilməsini şahid oluruq. Və nəinki ölkə daxilindəki vəziyyətlə bağlı regional stabilliyə, eyni zamanda qlobal sülhə töhfə verəcək çağırışları Cənab Prezidentdən eşidirik. Yəni, mədəniyyətlər arası, dinlər arası dialoq platformalarının qurulması, Azərbaycanın bir model kimi təqdim olunması, eyni zamanda Azərbaycan multikulturalizmin ünvanlarından biri kimi etiraf olunması da məhz həyata keçirilən həmin siyasətin nəticəsi idi. Bugün bir çox dövlətlər deyirlər ki, liberal dəyərləri qorumaq lazımdır. Demokratik dəyərlər məhz odur ki, orada hər kəsin öz dilini, öz dəyərlərini, mədəniyyətini, inanclarını qoruya bilən cəmiyyətdir və o cəmiyyət möhkəm cəmiyyətdir. Əslində biz müstəqillikdən sonra nə qədər çətin dövr olmasına baxmayaraq Heydər Əliyev tərəfindən əsası qoyulan bu istiqamətin nə qədər doğru olduğunu indi açıq-aşkar görürük. Çünki dünyada bugün etnik zəmində, dini zəmində münaqişələr baş verir. Nəinki dinlər arasında, eyni dinin içində belə biz müharibələri, bir-birinə nifrəti, təəssüflər olsun ki, görürük. Ancaq bunun müqabilində Azərbaycandakı vəziyyət, Azərbaycandakı münasibətlər dözümlülükdən daha ötə bir şeydir. Bir-birinə olan sevgidir, bir-birinə olan istilikdir, doğmalıqdır və bu günləri Azərbaycanda multikulturalizm özünün zirvəsini yaşayır və biz bunu müasir Azərbaycanın qurucusu Heydər Əliyevə borcluyuq.
Azərbaycanın multikultural ənənələrinin dövlət tərəfindən qorunmasında əsas məqamlardan biri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının konstitusiyasında əks olunmasıdır. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq, dözümlülük prinsipi Azərbaycan Respublikası konstitusiyasının bir sıra maddələrində bərabərlik hüququ, milli mənsubiyyət hüququ, ana dilindən istifadə hüququ və digər başqa maddelərdə aydın şəkildə təsbit edilib. Ümummilli lider Heydər Əliyev İslam dini mənsublarını göstərdiyi diqqət və qayğını digər dillərin nümayəndələrindən də əsirgəməyib. O öz düşüncələri və əməlləri ilə ölkədə tolerant bir mühit formalaşdırıb. Bu isə bütün vətəndaşlar üçün örnək rolunu oynayır. Ulu Öndər Heydər Əliyev deyirdi: Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq hamısı eyni hüquqa malikdir. Onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Biz bu məqsədlərimizə, prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini yaxud dil mənsubiyyəti, eləcə də siyasi mənsubiyyətindən asılı olmayaraq bir-biri ilə münaqişəyə girməsinə yol verməyəcəyik. Gündüz müəllim, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda formalaşan dövlət-din münasibətləri modeli regionda nadir tolerantlıq nümunəsi hesab edilir. Bax, elə gəlin söhbətə buradan başlayaq. Təbii ki, Azərbaycanda dövlət-din münasibətləri və bugünkü bu münasibətlərin Azərbaycan demək modeli Ulu Öndərin adı ilə bağlıdır. Amma öncə onu qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət-din münasibətlərinin tarixi, yəni qədim olsa da Sovetlər dövründə bir qırılma dövrü yaşamışdı və 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdikdən sonra din-dövlət münasibətlərinə yeni bir baxış lazım idi. Hansı ki, bu baxış ənənəvi yanaşmanı özündə ehtiva etməklə yanaşı, Azərbaycan xalqının dəyərlərini nəzərə almaqla yanaşı, həm də beynəlxalq vəziyyəti nəzərə almalı idi bu model formalaşarkən. Təbii ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu dövlət-din münasibətlərinin bir neçə sütunu var. Bu sütunlarından biri məhz Azərbaycan xalqının dəyərləridir. Bu dəyərlərə milli mənəvi dəyərlər daxildir, bu dəyərlərə multikultural, tolerant dəyərlərimiz daxildir, bu dəyərlərə eyni zamanda xalqımızın adət-ənənələri daxildir. Bütün bunların hamısını hətta biz milli mənəvi dəyər çərçivəsinə də toplaya bilərik. Eyni zamanda bu sütunlardan əlavə məsələnin bir də qanunvericilik tərəfi var idi. Təbii ki, Heydər Əliyev Azərbaycan Konstitusiyasının müəllifi kimi, eyni zamanda da Azərbaycanda vicdan azadlığı ilə bağlı bu qanunvericilik bazasının formalaşmasının müəllifidir. Bu sahənin də, belə demək mümkündürsə, ilk qurucusudur. Ulu Öndər qısa bir müddətdə dövlət-din münasibətləri sistemini necə qurdu? Birincisi, təbii ki, Konstitusiyamızda vicdan azadlığı ilə bağlı müddəalar təsbit olundu. 18-ci maddə dinin dövlətdən ayrı olması və 48-ci maddə vicdan azadlığının təmin edilməsi. Və bütün dövlət-din münasibətlərinin qanunvericilik prinsipləri bu ana maddələrin üzərinə oturuldu. Dini etiqad azadlığı haqqında qanuna zaman keçdikcə zamanın tələbinə uyğun olaraq dəyişikliklər edildi. Bundan əlavə Azərbaycan xalqının o milli mənəvi dəyərlər dediyimiz ənənələrinə söykənilən prinsiplər həm də bir dövlətçilik siyasətinə çevrildi. Bu ənənələr hansılar idi? Azərbaycan xalqının tolerantlıq ənənəsi. Məsələn, insanların birgə yaşaması, müxtəlif dinlərdən olan insanların bir-birinin tarixi dini abidələrini təmirinə, bərpasına kömək göstərməsi. Məsələn, Ulu Öndərimizin dövründə Bibi Heybət məscidi yenidən quruldu, bərpa edildi. Eyni zamanda başqa məscidlərimizin bərpasına şərait yaradıldı. Bundan əlavə kilsələr bərpa edildi. Mironosis kilsəsi, Arxangel Mixail kilsəsi, Yahudi sinaqoqları bərpa edildi. Bundan əlavə Katolik kilsəsinin tikilməsi üçün ərazi ayrıldı. Bilirsiniz, Roma Papası 2. Yohan Pavelin Azərbaycana 2002-ci ildə səfəri çərçivəsində bununla bağlı qərar vermişdi. Əslində Ulu Öndər təkcə məscidlərə, ziyarətgahlara deyil, bütün dini konfensiyalara eyni yanaşmasının nəticəsində bu məbədlər bərpa edildi. Təbii ki, o dövrdə Azərbaycan dövlətinin iqtisadi imkanları məhdud idi. Amma sonraki mərhələdə onun siyasi varisi olan cənab prezident İlham Əliyevin hakimiyyəti dövründə isə artıq bu məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən bərpa edildi.
Yəni bu artıq dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Burada önəmli bir məqam da nədən ibarət idi? Yahudi sinaqoqları təmir olunanda Azərbaycanda fəaliyyət göstərən xristian, müsəlman dini icmaları, konfensiyaları onlara maddi yardım göstərdilər. Eyni zamanda məscid təmir olunanda xristianlar, yahudilər dəstək göstərirlər. Bu Azərbaycanda tarixən formalaşmış bir ənənədir. Məsələn, 1909-cu ildə Mironoses kilsəsinin tikintisində müsəlman mesenat Hacı Zeynalabdin Tağıyev yaxından iştirak etmişdi. Azərbaycanda Mironoses kilsəsi yenidən həmin kilsə bərpa olunanda isə bu dəfə də yenə də müsəlman Azərbaycanlı mesenat Aydın Qurbanovun mali vəsaitindən o kilsə təmir olundu. Beləliklə, Heydər Əliyevin din siyasətinin önəmli məqamlarından biri ondan ibarət idi ki, tarixi abidələrimiz bərpa olunarkən dövlətin qayğısı ilə yanaşı tarixdən gələn bir-birini dəstəkləmək ənənəsi davam etdirildi. Digər önəmli bir məqam nədən ibarətdir? Təbii ki, məscidlər, kilsələr, sinaqoqların tikilməsi ilə yanaşı, eyni zamanda Azərbaycanın bu dəyərlərin dünyada tanınılması ilə yanaşı, habelə dünyada Azərbaycanın dinlər, mədəniyyətlər arası prosesdə aktiv iştirakı ilə yanaşı, həm də aktiv təşkilatçıya çevirmək. Əgər biz Ulu Öndərin vaxtında dünyada sivilizasiyalar, mədəniyyətlər arası dialoq prosesinin aktiv iştirakçısıydıqsa, bugün Cənab Prezidentin dövründə biz bu prosesin aktiv təşkilatçısına çevrilmişik. Bugün mədəniyyətlər arası, sivilizasiyalar arası dialoq dedikdə Bakı ilk ağla gəlir və rəsmi Bakının mövqeyi olmadan bu sahədə hansısa bir uğurlu layihə həyata keçirmək mümkün deyil. Bax, bu da Ulu Öndərin qoyduğu siyasətin bugün uğurla davam etdirilməsi və onun nəticəsidir. Azərbaycan Qafqazda hesab edirəm, bütün dinlərin bir-biri ilə mehriban əlaqələrdə yaşadığı bir ölkədir. Biz bundan fəxr edirik. Azərbaycanda müsəlman məscidləri ilə yanaşı pravoslav xristian kilsələri də var, Yahudi sinaqoqaları da var və insanlar hərəsi öz iradəsi ilə öz mənəviyyətini istədiyi kimi ifadə edir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Onun rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişafı sayəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bu sahədə tarixən öz zəngin təcrübəsi ilə tanınan qərb ölkələrinə nümunə olmaqdadır. Multikulturalizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxardı ki, bugün artıq yer kürəsinin hər yerində ölkəmiz sarsılmaz multikultural dövlət imici əldə etmiş mərkəz kimi tanınır. Multikulturalizm Azərbaycanın siyasi simasının əsas çizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi Ulu Öndər Heydər Əliyevin arzularından biri də elə bu idi. Onun əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayır və yaşayacaq.